Növbəti təbrik üçün istərdim bu gözəl ana Azər bəyin birgə çalışdığı iş yoldaşları Tərtər rayon su idarəsinin gözəl kollektivini dəvət edeyim. İdarənin rəisi Murad müəllim başda olmaqla ümumi kollektivi salamlayıram. Hər birinizə xoş gəldin deyirik. Əhvalınız xoş, gələn qədəmləriniz mübarək olsun. Adın çəkeyim, çox hörmətli, dəyərli kollektiv buyursun. Raun müəllim də salamlayırıq. Raun müəllimə də xoş gəldin deyirik. Gələn qədəmləri mübarək olsun. Murad müəllim, xoş gəlmişsiniz. İstərdik bu gözəl gün olan ürək sözlərinizi, təbriklərinizi söyləyəsiniz ilk olaraq. Sonra gözəl nəğmələrimiz səslənəcək. Emin müəllimə də xoş gəldin deyirəm. Emin müəllim də buyursun, məhsimizin bu gözəl anında iştirak eləsin. Böyük məmnuniyyətə sizləri dinləyirik. Çox sağ olun. İlk öncə xoşumuza ki, bizim əməkdaşımızın Azərbaycanın ən gənc vətən müharibəsi qəhrəmanı. Mən həqiqətən bu sözdə daha belə deyim, başqa cürə canlanır. Bunlar hər biri bizim başımızın tacıdır, hər biri. Azər qardaşımız Respublikamızın ən gənc vətən müharibəsi qəhrəmanı. Mən elə bilirəm, bu titulu alqışlamaq olar. Həqiqətən Azər qardaşımızın onun barəsində xoş söz demək hər bir insanın arzusunda olur. Azər bəy, təbrik edirəm. Qohum olduğum ailəyə də göz aydınlığı verirəm və deyirəm ki, fəxr ediləsi bir oğulla qohum olur. Təbrik edirəm, xoşbəxt olasan. İnşallah gələn illərdə evladını qoymasınlar. Təbrik edirəm. Çox sağ olun. Mən də təbriklərə qoşuram, Azər qardaş. Qardaş oğul, təbrik edirəm, valideynlərimə göz aydınlığı verirəm, gözləri aydın olsun. Sənə də həyat yoldaşının birlikdə şən günlər, xoşbəxt günlər, toyumuz mübarək olsun. Gələcəkdə, gələn il qurbatlı Allah qoysa, Murad müəllim dediyi kimi uzağımızda xoşbəxt verəsiniz. Allah xoşbəxt verəsin, yarıyanlarla. Salam əzizlərlər. Efendim göz aydınlığı verirəm. Allah səni xoşbəxt edəsin. Ay mənim canım əfsanələrdir. Var olasın. Azər əzizlər, təbrik edirəm. Sənin haqqında çox danışmaq olar. Allah səni xoşbəxt edəsin. Gəlin mübarək olsun. Çox mübarək. Ailə səfərlərdir. Uzun ömrün can sağlığı, qanınsız ailəsin. Təbrik edirəm. Allah xoşbəxt edəsin. Azər, səni təbrik edirəm. Allah səni xoşbəxt edəsin. Murad müəllim çox gözəl bildirdi. Sən ən əsasda sadəliyini seçirsən. Yəni, başqa yerlər belə çətin olmasa. Təbrik edirəm, xoşbəxt edəsin.
sevgilim. Bir mehriban yüz görenler, bir tuğla yüz görenler. Hanımı var mı? Aşkısı. Seni gördüm, ay sevgilim, seni gördüm, ay sevgilim. Ey üstüne bak şeker duran evlenir, gel bezele sana bir gemir. Ey üstüne bak şeker duran evlenir, gel bezele sütler yemir. Ey düşünsün, hamursa hoş olsun hey, düşünsün, ehbarımız hoş olsun hey, düşünsün, hamursa hoş olsun hey, düşünsün, ehbarımız hoş olsun hey. Teşekkür ederim. Sözün əsası biraz qədər buraxıdan qeyd elədi. Bilənlər bilir, bilməyənlərin nəzərdə çatdıraq ki, Azərbaycanımızda 83 nəfər vətən müharibəsi qəhrəmanı var. Bunların içində 3 nəfəri gənc yaşında Avrupadır. Onlardan biri də təbii ki, bizim Azər bəyimizdir ki, 19 yaşında prezidentimiz tərəfindən bu ada layiq görüb. Xahiş edirəm, bu münasibətlə Azər qardaşımızı bir gürültünü alqışlayaq. Allah Azərbaycanımızın bütün igid oğulları qorusun. Bu ailə qəhrəman ailədir. Yaqub qardaşımız, bəyimizin qardaşı da vətən müharibəsi qazisidir. Allah'tan bütün qazilərimizə can sağlığı arzulayırıq. Allah ordumuzu, Ali Başkomandanımızı qorusun. Üsrəyli bayrağımız bugün olduğu kimi hər zaman zirvələrdə dalğalansın. Azər bəy, bir daha sizləri təbrik edir. İnşallah sizlərə olan təbriklərimi dostlarla birgə dəvət edəndə söyləyəcəm. Buyurub əyləşə bilərsiniz. Allah xoşbəxt eləsin. Teşekkür edirik.